Salam əziz izləyicilər. Maraqlı meyvə sortlarından danışaq. Noyabr ayının 14-üdür. Yarpaqlar, bəzi ağaçlar yarpağını töküb, narın yarpaqları saralır. Amma gördüyünüz kimi narda da meyvələr qalıb. Bu heyvada da qalıb. Bir də qırmızı qızıl əhməd sortlu alma var. Bağın o başındadır. Daha oraya getmirəm. Artıq qışdır da, noyabrın 14-ü. Qış girdi. Amma bu sortlar hələ də ağacın başındadır. Burada da çox maraqlı cəhət nədir? Məsələn, görürsünüz, o tam saralıb. Tam saralıb yetişmə üzrədir. Bunlar hələ tükün tökməyib, göy rənglidir. Həm də kiçik bir ağacdır, balaca bir ağacdır. Maraqlı sortdur. Buna yaxşı qulluq eləyəcəm, görün. Bunun böyüyürmü, böyüyəndə necə olur? Sağ olun, sağlıqla qalın. Bu cür sortların olması çox yaxşıdır ki, bağda uzun müddət meyvə olur da. Mən babayam, nəvələr gələndə bağda həmişə meyvə olsun deyə bu şeylərin marağındayam. Erkən bar verən ağaclar və qışa qədər qalan meyvələr mənim üçün çox maraqlıdır. Siz də əkəndə ola bilsin, sizə də xoş olar bu. Belə sortları müxtəlif seçərsiniz ki, bağda daha çox müddət, uzun müddətə meyvələr olsun. Sağ olun, sağlıqla qalın.